Bu Zəfər bayramında da Sevil Əliyeva, İlham Əliyevin bacısı, Heydər Əliyevin qızı Azərbaycan xalqını bayram münasibəti ilə təbrik eləmədi. Mən keçən ay cəmaət bir video çəkdim, ayın 23-də. TikTokda da, YouTube'da da paylaşdım. 100 mindən çox Azərbaycanlı onu izləyib ki, orada xəbər verdim ki, hər il Heydər Əliyevin ad günündə, hətta onun Sovet dövründə vəzifəyə təyin olunması münasibəti ilə Sevil Əliyeva bayram təbriklərin, sevincin paylaşır öz X hesabında, Facebook hesabında, Instagramında, amma qələbə günündə nəsə o sükut ediyor. Və belə ehtimal irəli sürdüm ki, ola bilməz ki, Sevil xanım Azərbaycanın bu qələbəsinə laqeyd qalsın. Yəqin başı qarışıqdır. Bilirsiniz ki, o bizim kimi bekar adam deyil. İşi, gücü, ailə qayğıları, yaradıcılıq planları, bu onu çox məşğul eləyir. Ona görə yəqin ki, Azərbaycanın Ermənistan üzərində qələbəsindən heç xəbər tutmayıb. Xahiş elədim ki, ona səsi çatan, əli yetən dostlar, tanışlar, Azərbaycanlılar yazsınlar, zəng vursunlar, SMS-lə xəbər versinlər ki, ay Sevil xanım, ey dəyərli, möhtəşəm, dahi Azərbaycanlı, təxminən 5 il əvvəl Azərbaycan Qarabağ problemini həll edib və bu bayram kimi qeyd olunur. Zərif barmaqlarına bir əziyyət ver, şəhidlərimizi yad elə, qələbəmizi yad elə. Birkaç kəlmə yaz da sən də. 100 min insanın biri də belə çıxır ki, mənim mesajımı Sevil xanıma çatdırmayıb, o da bir xəbər qalıb. Hələ də Azərbaycanlıları təbrik eləməyib. Nə deyim, valla, biz özümüzə tənqizə yanaşmalıyıq da. Bizim elə əlimizdən danışmaq gəlir. İşə çatanda hamımız tənbəlləşirik. Bir SMS nə idi ki, ona yollayardınız da, və yaxud da zəng vurardınız. Londonda, İngiltərədə, və yaxud da Azərbaycanın Bakının özündə nə qədər insan var ki, ondan birbaşa kontaktı var. Heç nə. Gözləyək, bəlkə gələn il Sevil xanım bu qələbədən xəbər tutub, bizə də bir status əsr elədi. Bizə deyərkən bayramımıza. Bayramınız mübarək olsun, hörmətli Azərbaycanlılar.